Azərbaycanın aparıcı dağ mədən şirkəti Azərgold Qapalı Səhmdar Cəmiyyəti yeni gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib. Kolleksiya füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan Qarabağ Xalçaçılıq Məktəbinə aid Qasmışağı xalçasının naxışlarından istifadə olunub. Əsas dizayn elementi olaraq dövlət rəmzi olan deməli 8 güşəli ulduz və Laçın quşunun təsvirləridir. Laçın quşu da bildiyiniz kimi deməli cəsarətin, azad ruhun rəmzidir, amma eyni zamanda Laçın şəhərinin adının mənasına dair fərziyyələrdən birinə istinaddır. Ümumilikdə 2018-ci ildən etibarən Azərgold Qapalı Səhmdar Cəmiyyətindən müxtəlif tematik kolleksiyalar yerli bazara təqdim olunub. Bundan başqa şirkət olaraq bu sahədə daimi yeni texnologiyaların araşdırılması və onun tətbiqi və yerli bazarda ona uyğun məhsulların təqdim olunmasını istiqamətində də fəaliyyət aparırıq. Məsələn, 3D texnologiyasında, Smart Minting texnologiyasında bundan öncə 2 məhsul ərsəyə gəlmişdi və bu ilin sonuna qədər daha 2 məhsul həmən o relyef texnologiyası ilə təqdim etməyi artıq planlaşdırmışıq. Qeyd edək ki, Laçın kolleksiyası Azərgold Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5, 10, 20 qram çəkilərdə hazırlanıb.